Azərbaycan kinosu daha bir ulduzunu itirdi. Qaynana, burada qaynananın Nəsibə Zeynalovanın fotosu qoyulub göstərim və deyim niyə görə bu xanıma ulduz deyiblər. Senarist və aktrisa Margarita Malayeva vəfat edib. Şəklini, fotosunu da göstərim. Bu xanım vəfat edib, Malayeva. Yeni Sabah xəbər verir, təbii ki, istinad edirəm. Sosial şəbəkələrdə aktyor Cavanşir Hadiyev tərəfindən paylaşılıb ki, bu xanım dünyasını dəyişib. Malayeva qaynana, qəribə adam və narahat adam filmlərinin ssenarisini yazmış Azərbaycan və Seyir xalq artisti adına layiq görülmüşdür. Həm də rejissor Əjdər İbrahimovun həyat yoldaşı olub Margarita. Əsasən də qaynana filminin ssenarisini bu xanım yazıb. Təbii ki, Allah rəhmət eləsin deyəcəyik.